IMF-da gedib yer tutmaq çox çətindir. Çünki sən birinci növbədə daxili rəqabətdən çıxmalısan ki, sən gedib IMF-da yer tuta biləsən. Əgər Azərbaycan uşaqların rəqabət olmasa, Azərbaycan uşaqlarının gələcəyi yoxdur. 1-2 nəfəri sən belə qoltuğuna vurub getməklə deyil. Biz əgər istəyiriksə ki, burada kütləvilik olsun, idman inkişaf eləsin, rəqabət olsun, yeniyetmə, gənc. Sən burada rəqabət eləməsə, biz bəli 1 il, 2 il, 3 il biz burada bəli mən dedim, dəfələrlə demişəm, biz gecikmişik. Qardaş, rəqabət olmasa sən yoxsan, bunu biləsən. Biz uşaqlarımız burada da və dünya çempionatına gedib, Avropa çempionatına gedib rəqabətə girməliyik. Adam dünya çempionatında, mən Avropa çempionatına gedən utanırdım vallahi qədər. Çox biabırçı vəziyyətdə. Mən küçləri uşaqların küncünə çıxa bilmirdim, utandım. İndi bizim sağ olsun, mənim o 4-5 uşaq yetişdirməsəydi biabırçılıq idi. İndi biz onu düzəltmişik. Məşqçi Azərbaycanın məsələn Rabil müəllimin uşaqları çıxır, Ehtiram müəllimin uşaqları çıxır, nə bilim Abbasov top timlə uşaqlar çıxır. Fariz müəllimin orada uşaqları var, onlar çıxırlar, çempionlar yetişdirir. Maşallah. Axırıncı dəfə Avropa çempionu oldu, biri çempion oldu, biri üçə çıxdı. Dəfələrlə onun adını çəkirəm, deyirəm Fariz müəllim, Abbasov top timdə. Onun qəşəng uşaqları var, Amin var, yaxşı yetişir onun uşaqları da. Qəşəng uşaqdır. Cərgiz var, əla onun uşaqları da. Natiq müəllim Novruzovun bir dənə yaxşı tələbəsi var. Mən gördüm 70 əladır. O gələcəyi var o uşağın. Rəqabət olmalıdır əzizim. Rəqabət olmasa bu mümkün deyil. Biz inkişaf eləyə bilmərik. Rəqabət olmasa sən inkişaf eləyə bilməzsən. Rəqabət olmalı. Vuruşmaq lazımdır. Uşaqlarımız rəqabət görür. Rəqabət olmasa gələcək üçün, yəni o fiktivli yarışları biz başın buraxmalıyıq. Azərbaycan uşaqları yazıqdır. Bu juliklərdən qurtarmalıyıq da qardaş, əzizim. Bunlardan qurtarmalıyıq, bu aferistlərdən qurtarmalıyıq. Uşaqların 16-17 yaşları var, 18 yaş tamam olan uşaqları professional vuruşdurur. Olmaz ya, bunlar yol verilməz. Amma bu səhv addımdır. Onlar bütün dünya belə keçir, həvəskar keçməlisən. Yəni bir uşaqlarımız görməsə, IMF-da vuruşmasa uşaqların gələcəyi sürünür. Ciddi təşkilatlarda gedirsən, orada həqiqətən 60-70 ölkə, 90 ölkə 1000 nəfər adamın içindən səs çəkilirlər. 1000 nəfər adam dəhşətə gəlirsən. Elə bilirsən ki, olimpiysk viddir. Və IMF da həvəskar idman növünə bütün dünya axışıb gedir. Və bütün dünya oradadır. Zborna komandalar, bütün ölkələrin ümumən hamı oradadır. Bizdən başqa. Yenə deyirəm, mən də o birisilər kimi eləyə bilərəm. Necə deyərlər? Deyirəm, mənim uşaqlarım vuruşur, bəstə iş mənim nəyəm lazımdır? Mənim özüm uşaqlarım vuruşurlar. Hər şəkildə mənim uşaqlarım vuruşsunlar. Tabii gələcəkdə mənimlə bağlı olsun. Mən deyirəm, bəzi baxışlar bəlbədə qutarım da bu məsələni deyirəm. Ki, gəlin iştirak edin, gedin də. Gedin də, gedin Azərbaycan uşaqları vuruşlar, bizi qoymadılar, məhv elədilər, qabağımızı kəsdilər. İndi deyirəm ki, yəni gedin vuruşun da.